Əziz dostlar, axşamınız xeyir olsun. 21 avqust 2026-cı il Mahmudlar Barbaros Caddəsindəyəm. Bu ərazi Barbaros Caddəsidir. Bu küçə Barbaros küçəsi adlanır. Havanın temperaturu hardasa 30-31 dərəcə, saat axşam 9 və bu videoda 21 avqustda nələr baş verir Mahmudlarda, axşam vaxtı həyat necə davam edir, bunu sizə göstərmək istəyirəm. Və bu ərazidən üzü bu tərəfə doğru, saat kulesinə doğru nə qədər gedə biliriksə gedəcəyik, çəkəcəm, göstərəcəm inşallah. Bütün Mahmudlar üçün darıxanlara bu videonu həsr eləyirəm. 21 avqust 2026-cı il Mahmudlar Barbaros Caddəsi. Saat 9-dur, artıq hamı yeməkdən sonra çıxır gəzməyə, istirahətə. Qarşı tərəfdə baxın əl işləri olan, əl işlərinin satıldığı yerdir. Kimə nə lazım olsa baxın oradan əldə edə bilər. Bura Serenita restoranıdır, çikolata kafe. Serenita, merhaba, kolay gelsin. Serenita. Bəli, burada Serenita çikolata kafe Mahmudlarda popüler yerdir, yeni açılıb, gözəl yerdir. Bu tərəfdə Gustea Flame döner. Bu da təzə açılıb, hər ikisinə xeyirli olsun. Və Mahmudlarda artıq yabancı nömrəli markalar, Rusiya, Ukraynalı maşın nömrələri çoxalıb, həddindən artıq çoxalıb. İndi önümə çıxdıqca göstərəcəm. Baxın, bu Mercedes məsələn Ukrayna nömrəsidir. Və əziz dostlar, həmişə video çəkəndə tanışları görürəm, videoları dayandırıb salamlaşmaq məcburiyyətinə qalıram. Burada A101. Bəli, adamlar çoxdur, hamı çıxıb gəzməyə, istirahətə. Artıq yayın son günləridir. Rəsmi olaraq 21-9-10 gündən sonra yay bitir. Burada Bean of Coffee maraqlı yerdir. Nargilə həvəskarları bura çox gəlirlər. Və beləcə davam edirik. Mahmudların mərkəzinə doğru gözəl videolar çəkməyə davam edirik. Alanya, Antalya, Antalyanı hələ ki kənara qoyaq. Alanya, Mahmudlar və digər məhəllələrdə mənzil sahibi olmaq istəyənlər əlaqə saxlayın. Doğrudan da gələnlər çoxdur. Rusiya və Ukraynada əsasən məlum məsələlərə görə ara yenidən qarışır. Rusiyada səfərbərlik elan oluna bilər. Sentyabrda ona görə çox kira tələbləri var. Əsasən sentyabr ayı üçün. Və bu kira tələblərindən sonra da əsasən mənzil tələbləri olur. Çünki gələn insanlar 1-2 ay Rusiyadan əsasən 2 ay qala bilirlər. Sonra illegal duruma düşməmək üçün məcbur olub mənzil alırlar. Və artıq mənzil almağa başlayanda tələb artdıqca qiymətlər yüksəlir. Bunu danışmaqda məqsəd budur ki, önümüzdəki aylarda doğrudan da Alanya, Mahmudlar və digər rayonlarda qiymətlərin yüksəlməsi gözlənilir. Bu arada yenə təkrar edeyim, artıq Türkiyədə qapalı məhəllə yoxdur, oturma izni bütün məhəllələrdə verilir. Türkiyənin hər yerində mənzil sahibi olsanız, qiymətindən asılı olmayaraq turistik oturma izni ala bilərsiniz. Bu məlumatları da bizi izləyənlərə verdik. Burada Kleopatra Ink tatuaj həvəskarları bura gələ bilər. Sol tərəfdə də maraqlı yerlər var. The Chef, Elegant Optik. Mahmudlarda həyat canlıdır. Öz axarı ilə davam eləyir. İstirahətə gələnlər, burada otel az olduğuna görə əsasən ev kiralayırlar və ya öz şəxsi mənzillərinə gəlirlər. Dediyim kimi tələblər çoxalıb. Əsasən Ukrayna, Rusiya vətəndaşları yenidən çox ciddi şəkildə evlərlə maraqlanırlar.
bu tələb qiymət artışına gətirə bilər. Mənzil almaq istəyən dostlar biraz tələsməkdə fayda var. Bu mənim həm şəxsi fikrimdir, həm də ümumi bu işi görən insanların fikridir. Və biz gəzə-gəzə gəldik, çıxdıq hara? Böyük Migros'un önünə. İnsanlar hamısı güləriz, xoş əhval-ruhiyyəli. Axşam yeməyinə çıxıblar. Yeməkdən sonra gəzinti. Dəniz bizdə bu tərəfdə qalır. Barbaros caddəsi ilə dənizin arası hara baxsan 150-200 metr. Bəzi yerlərdə 150, bəzi yerlərdə 200 ola bilər. Burada elə bir adam daha çoxdur. Çünki artıq mərkəzə yaxınlaşır. Hamınızı Alanya'ya dəvət edirik. Buyurun gəlin. İstirahət edin, dincəlin, özünüzə vaxt ayırın. Hamınızı burada görməyə məmnun olaraq bizimlə də əlaqə saxlayın. Görüşək, söhbət edək və tanış olaq. Qarşıda Klas restoran və kafe. İndi önündən keçəcəyik. O da illərdir burada fəaliyyət göstərən, canlı musiqi ilə seçilən bir restoran. Bəli, hal-hazırda canlı musiqi ifa olunur. Və Klas restoranına da keçəndən sonra burada Türkiyə İş Bankası, Garanti Banka, məşhur mağazalardır burada, Waikiki, qarşıda Salı Pazarı var, Karaca və s. Burger King də buradadır. Bəli, hava çox istidir. Oradan da nəfəs almaq çətin. Və Waikikinin önündən keçirik. Burada həmişə mağaza dolu olur. Müştəriləri boldur bu mağazanın. Hal-hazırda Mahmudlarda olan ən bahalı maşınlar hamısı Ukrayna və Rusiya nömrəli maşınlardır. Lexuslar, Mustanglar. Türkiyədə belə maşınlar qiymətləri yüksək olduğuna görə çox az olur. Amma Ukraynadan, Rusiyadan gələn maşınlar hamısı bahalı maşınlardır, seçilirlər. Və burada da əvvəl bir bina var idi. Köhnə bina baxın sökülüb. Yerinə yeni inşaatı olacaq. Ümumiyyətcə oturma izni açılandan sonra inşaatlar da çox sürət qazanıb. Mahmudlarda bir tanınmış inşaat şirkəti artıq dənizə sıfır ərazidə 2 dənə proyektə başlayır. Eyni anda dənizə sıfır 2 proyekt. Bu çox masraflı, çox xərci olan bir inşaatdır.
görünür. Onlar da əmindirlər ki, tezliklə tələblər və satışlar çox olacaq. Yoxsa o qədər riskə heç kəs getməz. Burası 82 Salı bazarıdır. Mahmudlarda məşhurdur. Kimin nə ehtiyacı varsa ev ləvazimatlarla bağlı ora üst tutur. Qarşıda English Home, orada maraqlı yerdir. Burada isə belə mağaza var. Və yavaş-yavaş gəldik, çıxdıq Saat Kuləsi tərəfə, Bakı restoranı və s. Burada təbii meyvə suları. Gördünüz, yorulursunuz, su istəyirsiniz, gəlin təbii meyvə sularına buradan içə bilərsiniz. Burada da alıb oturmağa yer var. Qarşıda Alanya postası, Luna Park və Saat Kuləsi. Belə əziz dostlar, burada Bakı restoranı. Bakı restoranı tam Alanya Mahmudların mərkəzində. Mən də artıq yoruldum, tərlədim. İstidi hava. Videomu burada yekunlaşdırıram. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, var olun. Gələn videolarda görüşənədək.